Dostlar, mövzu elədir ki, mənim çəkim düşmür. İndi kök insan var ki, yağ faizi çoxdur. Əziz dostum, bəlkə sənin qaraciyərində piylənmə var. Yəni qaraciyər yeganə orqandır ki, öz-özünü vastanit elə bilir. Yəni onu yükləməsən. Bax, səhər yuxudan oyandın, əgər yemək yemirsənsə, indi bəzən günorta elə bir aclıq gəlir ki sənə, deyirsən ki, mədəm sıyrılır. Ən yaxşı nə edirsən? Bax, çuğundurdur, bir də içindəki petruşkadır. Bax, bunu mikserdə üyüdürsən, daha doğrusu qarışdırırsan, tərkibinə bir dilim limon qatsan, pis olmaz. Və onu ac qarnına içirsən. Yəni çuğundurdur, petruşkadır, bir də bir azca dilim dediyim kimi limon. Bunu içəndən sonra 20 dəqiqədən sonra, yarım saatdan sonra yemək yesən yaxşıdır. Buradakı da dostlar xiyardır, chia toxumudur, bir də ki darçındır. Bunu da ki əziz dostlar, yatmamışdan bir yarım saat öncə, 20 dəqiqə öncə içsəz daha yaxşı olar. Əksəriyyətlə indi bəzən darçını səhər, daha doğrusu chia toxumunu səhər qəbul eləyir. O da ki, bəzən qarın ağrısına düşürsən, indi işə gedirsən və s. biraz komfort olmur. Ona görə axşam salsanız daha yaxşı olar. Amma bu çuğundur məsələsini mütləq qaraciyəri sən sağal ginən ki, ondan sonra bu arıqlama prosesi biraz sürətlənsin. Bəzən deyirsən, nə yeyirəm, ancaq elə piylənməyə verir və s. Qaraciyər o qədər yağlanıb ki, yəni bunu həzmə də getmir. Yəni tam sən bilirəm ki, yəni ciddi yanaşın dostlar. Həqiqətən də yəni sağlamlığınızı ciddi yanaşın ki, sonradan problem olmasın. Sonra o bəzən başınız qarışır pula və s. O qazancınız da sonda o dərmana falan gedir. Ona görə bir dəfəlik həll eləyin ki, bu problem olmasın. Bir daha söyləyirəm ki, çalışın sağlamlığınızı qoruyasınız, depo yaratmayın. Hər kəsə uğurlar.